xəbər gəldi ki, İskəndər gəlir Bərdiyə. Mən də dedim, yıxmaz. İskəndər getsə gedər, nə bilim, Yunan adalarına, Maldivlərə, Zadadana. Bərdədə nə işi var, yıxmayıqdır, hindi arxa gəlir. Nəysə, inandıqdan dedik, gəlir, laf yaxşı. Qızlara dedim, tez yürüyüş eləyin, püştüş eləyin, İskəndər gəlir. Bilirsiniz, mənim sarayım ancaq qızlardan ibarətdir. Yəni, kişi milçək belə yoxdur sarayda. Qızlar elə kişi adını eşidincə söyüncərək oldular. Elə mənim özüm də sıxılan. Nəysə, Ramazan tövbə. Dedim, işinə gəlir, lap yaxşı. Xəbər gəldi ki, İskəndər gəldi, çatdı, gözləyir. Dedim, gəlsin. Dedilər, özü birinci gəlməyəcək, adamını yolur, elçisini. Dedim, işinə, onu da elə hökümdar kimi qarşılayarıq. Bizim adımız, sanımız var qadana. Gəldi elçi elə birbaşa promoy, sən gəl ki, yuxarı başa, nə bir silah çıxartmadı, qoymadı qırağa, nə bir şey eləmədi. Yəni, gördüm, nəsə gözüm su içmədi bundan. Dedim, köpoğlu, bu, nəsə bu işdə bir şey var. Yaxından belə bir baxdım. İndi nə olsun ki, kişi görməmişik. Yəni ki, şəkil də var da, şəkildə görmüşük. Qayıtdım buna, dedim ki, nə olubdur, kasıçılıqdır, deyəsən, krizisdən də vurubdan, özün elçilik mi eləysən? Bu da qayıtdı ki, nə elçi zat? Dedim, gətir şəkili, gətirdilər ipəyin üstə şəkil belə göstərdim. Qaldı belə qızardı, rəng aldı, rəh verdi, pərt oldu. Qayıtdım ki, erkək tinətliyəm, olsam da qadın, hər işi bəllidir ma dünyanın. Mən də bir aslanla düşünsəm biraz, aslanın erkəyi dişisi olmaz. Dedim, yox, sən yaxşı kişisən, utanmadan, gedək bir yeyib içək, narahat olma. Çağırdım onu stola. Oturdu stola, bayaq edib, baxdı ki, stolda yemək nədir? Qırqızılı düzdürdüm ağzını stola. İndi nə olsun, sən Yunanistandan gəlibsən, biz də elə belə adamlar deyilik. Nəsə, dedim ki, bu da dedi ki, bu nədir, yıxmasından, yəni, bu qədər görməmişsən stola, niyə düzübsən bu daş qaşı? Mən də dedim ki, bunu yiyənməyəcəkdinsə, neyiniysən, bax, bunun dalınca durub Bərdiyətən gəlibsən. Dedim ki, yaxşı, nəysə, gətirin yemək içmək. Düzdülər, yeyib içmək zat. Yeyib içməyi yedi, elə keyfi açıldı. Elə bununla biz mehriban söhbət elədik. Mən buna dedim ki, bunun kitablarda yazmırlar. Mən buna dedim ki, şeydir, səndən bir çocuğum olsun istiyorum. Əgər qız olsa, saxlayaram öz sarayımda. Oğlan da olsa, yollayaram sağa. Nəsə elə, nəysə, bundan sonrası sizlik deyil, sağ olun.